4 il əvvəl mən Göygölə gedirdim, gölün özünə, rayonun xanları yox, gölün özünə. Orada hətta reels da paylaşmışam, həmin yerdə 2 həftə əvvəl oradaydım. O vaxt videoda dilləndirmişdim ya da dilləndirməmişdim böyük ehtimal. Orada dayanmışdım, bir dənə maşın gəldi, ağ rəng. Belə qabaq pəncərəsini açdı. Arxada da 3 xanım oturub, biri də orta yaşlı bir xanımdır və bilinir ki, bunlar ailə üzvləridir də. Nəyə gətirəcəm sözümü? Nəsə qaqaş da sürür, yanında da bir dənə qaqaş var. Belə pəncərəni açdı, gözümün qabağındadır. Bax, belə maşın gəlir, mən belə qıraqda dayanmışam. Pəncərə açıldı, belə çıxdı, qayıtdı dedi ki, fuck you. Getdilər. O an çox düşüncələr oldu məndə. Mən bir turist olsam, kəsinliklə gəlib deyəcəm ki, bunlar belədir. Oradakı adamın adı Əli ola bilər, Əhməd ola bilər, Vəli ola bilər. Mənə önəmli deyil. Azərbaycanlılar mənə orada belə elədi. Düşünəcəm. İkinci də biz mentalitetin bəzən arxasına sığınırıq da. Yəni şüar eləyirik. Məsələn bizim dilimizdə çox şüarlar var. Gedişindən məşğul ol kimi, nə bilim, hörmət, izzət, kiçiyə hörmət, böyüyə. Amma heç birini də düşünürəm ki, fəaliyyətə keçirtmirik. Mən yuxarıda çaşıb ağzımdan söz çıxarsam, oradan çıxıb həmən deyəsən ki, cəmaatın anası, bacısı var. Öz ailəmin yanında mənə deyirsən fuck you. Sən indi gülməlisən. Biz sənə gülək. Neyniyək? Və sən sabah üçün bir ideologiyanın arxasında durmağa çalışırsan. Nə bilim, filan şey eləmirsən. Kişi sənə elə. Yəni o səni xarici zənn eləyib. Yəni xarici olanda şeydir. Mama, bir dənə üzr istəyirəm. Fuck you.